Salamlar, növbəti Python dərsinə xoş gəlmisiniz. Bugünkü dərsimiz qısa olacaq, looplardan danışacağam. Dərsi 2 hissəyə böldüm. Birinci for looplardan danışacağıq, növbəti dərsdə isə while looplardan danışacağıq. Listlər üzərində işləyəcəyik, listlər üzərində loop eləmək, həmçinin range funksiyasına da baxacağıq və ən sonunda da string üzərində işləyəcəyik və bir dənə də axırda proyektimiz olacaq, onu yaradacağıq. Birinci başlayaq loopların nə olduğundan, nəyə görə bizə lazımdır. Baxın, ekranda bir nümunə var. Mən burada 6 dəfə print salam yazmışam və hər dəfə bildirmişəm ki, salam Zaur, salam Aynur, salam Fatimə, salam Mürsəl, salam Hüseyn, salam Aqil və bu funksiyanı dəfələrlə təkrar eləmişəm. Təsəvvür eləyin ki, bizim burada 6 dənə nümunəmiz var. 6 dənə yoxdur, yüzlərlə tələbəmiz var, yaxud da minlərlə tələbəmiz var, sayı hesabı yoxdur və biz məcbur oluruq ki, onda hər birinə belə print salam yazaq və yaxud da başqa bir funksiya da eləyək. Bu problemi çözmək üçün proqramlaşdırmada loop anlayışı var, yəni dövr anlayışı var. Biz həmin loopdan istifadə eləyərək bir prosesi dəfələrlə təkrar edirik ki, yəni lazım olan prosesi sadəcə bir dəfə yazmaqla onu bütün userlərə tətbiq eləyə bilərik. Və Pythonda looplar necə yazılır? Bayaqki tələbə adlarını mən burada bir array-in içərisində, listin içərisində qeyd elədim. Baxın, Zaur, Aynur, Fatimə belə vergüllə ayırdım bir-birindən. Daha sonra aşağıda baxın necə yazılıb. Burada yazıb for. Daha sonra variable açmışıq, t hərfi. Sonra in verdik və burada tələbələr listinin adını yazdıq. Aşağıda isə bir dəfə mən print salam t yazmışam. Yəni burada yazdığım, dəfələrlə yazdığım kodu bir dəfə bildirmişəm və dinamik olaraq bildirmişəm ki, hər dəfə salamı bu şəxsə göndər. Yəni burada yazılan t hərfi əslində tələbələrin içərisində hər dəfə loopda gah Zaura, gah Aynura, Fatiməyə soldan başlayıb sağa doğru irəliləyərək hər birinə bir-bir yanaşır. Yəni loop hər birinə bir-bir həmin funksiyanı tətbiq edir. Yəni printi hər dəfə salamda eyni göstərəcək. İndi biz bu kodu özümüz yazaq, görək necə işləyir. Artıq tələbələrim buradadır. Yazıram bura for belə. Daha sonra hər hansı bir ad verə bilərəm, fərqi yoxdur. Yazım t, yazım in, ardından da tələbələr. Yəni həmin listin adını yazıram. Enter bastım və enter basdığı zaman burada belə bir 4 dənə boşluq olmalıdır həmişəki kimi. Yazıram print. İstəyirəm ki, hamısını salam göndərim. Burada belə salam yazıram. Salam və daha sonra vergül qoydum. Plusdan istifadə edə bilərəm. Yazıram t hərfini belə variable kimi. Və indi aşağıda nəticəyə baxaq. Yazaq Python 3 dərs 7.py. Salam Zaur, Aynur, Fatimə, Mürsəl, Hüseyn, Aqil. Belə formada hamısına göndərdik. Və burada bir dənə şey məqama fikir verin ki, bizim loopumuz hazırda 3-cü və 4-cü line-dadır. Mən gəlsəm aşağı bir dənə təzə print yaradım. Yazım ki, fordan sonra olan kod. Fordan sonraki kod. Mən indi kodumu təzədən çalışdırsam, baxın burada salam yazdıqdan sonra mənim aşağıdakı print funksiyası işləməyə başladı. Yəni bizim for loopumuz bu 3-cü ilə 4-cü line-ın üzərində dövr eləməyə başladı. Ta ki bu tələbələrin sayı qədər. Burada nə qədər tələbə varsa, onun müddətdə həmin burada print salam işləyəcək. Yəni bu bitməmiş, həmin print fordan sonraki kod bitməyəcək. Yəni for looplar içərisində nə qədər sayı varsa, onun sayı qədər prosesi davam etdirəcək. Burada stringlərdən əlavə rəqəmlər də yaza bilərik. Məsələn, yazım aşağıda rəqəmlər belə və hər hansı random rəqəmlər verim içərisinə olsun 1, 10, yaxud da 15, 4 və fikir verirsinizsə bizdə 4 dənə element oldu içərisində, yəni 4 dəfə təkrarlanacaq. Eyni foru burada yazırıq. For in rəqəmlər və hər bir rəqəmi görmək istəyirəm. Condition-ı tətbiq edərik. Həmçinin yuxarıdakını da bağlayım ki, bunları silə ümumiyyətlə bu ehtiyac yoxdur. Gəlin bura. 1, 10, 15, 4. Yəni 4 dəfə təkrarladı. Amma mən istəyirəm ki, mənə sadəcə 9-dan yuxarı, yəni 10 olan rəqəmləri bizim üçün göndərsin. Yəni 10 ya da ki 10-dan yuxarı olan. Onun üçün elə bunun içərisində if condition yaza bilərəm. Deyim ki, belə yazaq. If r böyükdürsə 10-dan, həmçinin bərabərdirsə, bizi həmin dəyəri göstərsin. Sadəcə göstərsin. Təkrardan gəlirəm. 10 ilə 15-i mənim üçün göstərir. Yəni digərlərinə baxdı, check elədi. Burada false olduğu üçün bunu işlətmədi və print arı bizə göstərdi. Hardakı 10-15 dəyərləri bizim şərtimizi ödəyir. Bundan əlavə bir dənə də yolumuz var. Daha qısa yoldur. Elə ola bilsin ki, biz for loopları sadəcə sayına görə təkrar etdirək. Yəni bizə əslində listlərin içərisindəki dəyərlər maraqlı deyil, sadəcə sayı maraqlıdır. Onun üçün Pythonda xüsusi bir funksiya var. Adı da range-dir. Range əslində array qaytarır bizə, list qaytarır. Amma ondan istifadə edib biz sayı düzəldə bilərik. Məsələn, burada for rəqəmlərin yerinə belə bir şey yazaq. Rəqəmləri kopyalayım, yuxarıdakı qalsın, sonra yenə istifadə edəcəyik ondan. Belə. Buraya yazıram ki, range belə və içərisinə bildirirəm ki, olsun 5.
Yəni 5 dəfə bizim arrayımız olsun. 5 dənə təkrarlansın. Bunu istifadə etsəm rəqəmlərdə burada belə formada, həmçinin bu condition da silək, ehtiyac yoxdur artıq. Təkrardan gəlirəm. Baxın mənə nə verdi? 0-dan 4-ə qədər olan rəqəmləri verdi, amma 5 dənə oldu ümumilikdə. Yəni range 0-dan başlayaraq bizə rəqəmləri verir. İstəyiriksə ki, bunu 1-dən başlataq və yaxud da başqa rəqəmdən başlataq. Bura birinci parametr kimi verirəm bunu, ikinci parametr kimi verirəm burada bitdiyi rəqəmi. 5 yazmışam deyənə 5-i qəbul eləməyəcək. Bura yazacağam 6. İstəyirəm ki, 1-dən başlayıb 5-də qutarsın. 1, 2, 3, 4, 5 belə verdi. Amma arasındakı fərq 5 olmalıdır ki, burada bunu bildirsin. Bununla bunun fərqi nədir? Mən rəqəmləri yazdığım zaman ola bilsin ki, mənim rəqəmlərim mənə çox da önəmli daşımır. Say baxımından istifadə elədikdə range çox faydalıdır. Həmçinin rəqəmləri belə verməsəydi olar, birbaşa olaraq funksiyanı burada yaza bilərik. Range kimi belə və eyni şey burada da bildirə bilərəm ki, print 5 olsun. Yəni mənim loopum 5 dəfə təkrarlayacaq və mən buraya yaza bilərəm ki, məsələn, salam və mənim salamımı 5 dəfə burada salam göstərəcək. Həmçinin bunlardan başqa bir stringləri də loop eləyə bilərik. Tutalım bir dənə string yaradaq. Adı olsun text bərabərdir. Yazaq içərisində salam və yazıram ki for h hərfindən gedə bilərik hərf kimi in text yazdım və deyirəm ki, sadəcə hərfləri göstər mənim üçün. Gələm aşağı s, a, l, a mı, yəni ayrı-ayrı hərflərlə bir yerdə işləyib bizə cavabı qaytardı. Əla, for looplarla bağlı bu qədər. Başqa mövzular da var. Onları növbəti dərsdə keçəcəm. İndi istəyirəm ki, tapşırığa baxaq. Gəlim yazım bura Python 3 tapşırıq. Py. Bizdə hazırda soruşur ki, neçə şagird var? Deyək ki, məsələn 3 dənə şagirdimiz var. Birinci şagirdin balını soruşur. Olsun 60 bal. İkinci şagirdin balı olsun 30 bal. Üçüncü də olsun 90 bal. Və bizdə nəticələr göstərir aşağıda. Nəticələr 60 balla olan keçdi, 30 bal olanlar kəsildi, 90 olan da keçdi. Keçənlərin sayı isə 2 oldu, orta bal isə 60 bal oldu. Biz bu tapşırığı düzəltməyə çalışacağıq. Əslində sadədir, çətin heç nə yoxdur. Gəlirəm burada, birinci işimiz nə olacaq? Soruşur ki, bizdə neçə şagird var. Birinci onu düzəldək. İstifadə edəcəyik adı ilə inputdan. Yazaq say, şagird sayı yaza bilərəm. Şagird sayı bərabərdir int götürəcəyik. Input və buradan götürə bilərəm həmin stringi, bura yapışdıraq. Aşağıda fikir verdinizsə, birinci şagirdin balı, ikinci şagirdin balı, üçüncü şagirdin balı daldalınca verməyə başladı. Bunun üçün də istifadə edəcəyik range-dən. Yazıram bura for şagird sayı deyək, say da deyə bilərik. Ona görə s yazacağam. Yazıram in, daha sonra yazacağam range-dən. Range-dən istifadə edirəm və şagird sayını bura belə formada bildirə bilərəm. Çünki burada sayı bildiririk axı 3 yazırıqsa, gəlib düşəcək bu hissəyə və range 3 dəfə təkrarlanacaq bizim üçün. Və hər dəfə təkrarlananda istəyirəm ki, bizdən input soruşsun. Və burada deyim ki, bal yazım sadəcə, bərabərdir input, həmçinin burada integeri çevirəcəyik. Input və yazaq ki, bura şagirdin sayı yazaq əvvəlcə, belə. Şagirdin balı daha doğrusu. Belə bildirək. Və həmçinin burada fikir verin, hər dəfə 1, 2, 3 var. Yəni biz bunu 1, 2, 3-ü əllə yazan deyilik. Onun yerinə istifadə edəcəyik buradakı s-dən. Yəni bu bizə onsuz da say qaytarır 1, 2, 3. Onu birbaşa buraya yazacaq. Yazaq ki, bura əvvəlini f qoyaq, formatlamaq istəyirəm. Burada quyruqlu mötərizə açım. Belə. Deyirəm ki, s üstə gəlinsin 1. Qabağına yazıram G şagirdin. Belə. Əla, hər bir indi tələbənin balını götürəndən sonra, həmçinin burada belə bir işarə qoyaq, çünki burada var. Mən həmçinin bu balları bir dənə listin içərisində saxlayım ki, daha sonra onu da loop eləyəcəyik və yoxlayacağıq ki, bizim nəticələr keçdi, yoxsa keçmədi, elə yoxlayacağıq. Gəlirəm bura, yazaq ki, ballar belə və bunu boş bir dənə list açım. Və hər yeni bal yaradanda da nə etsin? Balların içərisinə append eləsin bizim indiki balımızı belə formada. Əla. Daha sonra aşağı gələrəm, deyərəm ki, for bu hərfi yazaq və yaxud da bal yazaq. In ballar. Açdım belə və indi soruşuram ki, nəticələr olaraq əgər mənim balımın nəticəsi 60-dan və yaxud da 50-dən böyükdürsə, o zaman keçdi yazaq. Deyilsə, o zaman yazaq kəsildi belə formada. Deyirəm ki, if bal böyükdürsə və bərabərdirsə 50, o zaman yazaq ki, bura keçildi, keçdi. Else-dirsə, yəni aşağıdırsa, o zaman yazacaq bura nə? Kəsildi.
Həmçinin burada keçidin qabağında balının nəticəsini özü də yazıb. Ona görə balı da yazaq bura. Yaza bilərəm ki, balı belə formada vergül qoyaram. Daha sonra qabağına bir xətt qoyaq. Keçidi yazıb. Həmçinin Q hərfi də balacadır. Və burada deyək ki, aşağıda da əgər kəsilibsə, o zaman balı da eyni formada yazacaq aşağıya. Sadəcə bura sözü kəsildi olaraq yazaq. İndi həmçinin nəticələri də burada belə yazaq. Print nəticələr. Həmçinin əvvəlinə də N hərfi qoyaq ki, aşağıdan yeni line-dan açsın. Əla, super. Bizdə başqa nə qaldı burada? Yazılıb ki, keçənlərin sayı. Keçənlərin sayını necə hesablayacağıq? Əgər balımız if bal 50-dən böyükdürsə, o zaman sayını orada bildirəcək. Ona görə burada bir dənə variable yaradım. Adını qoyaq keçənlər. Bərabər 0 bildirək, əvvəldə 0 olsun. Ondan sonra hər dəfə 50 baldan yuxarı olduqca mən nə edəcəm? Yazıram keçənlər bərabərdir keçənlər plus 1. Yəni hər dəfə bu 1-1 artacaq. Ondan sonra aşağıda yaza bilərəm ki, keçənlərin sayı, elə bunu kopyalayım. Print yazıram bura keçənlərin sayı, ondan sonra vergül qoyuram. Deyək ki, keçənlər. Əla. Axırda da orta bal hesablamışıq. Gəlin bura printə. Yazaq elə birinci orta balı belə formada. Ondan sonra vergül qoyaq. Orta balda hesablamaq üçün bizə lazımdır bütün balların cəminin neçə dənə bal sayı varsa, neçə dənə tələbə sayı varsa ona bölürük. Ona görə bizdə balları hesablaya bilmək üçün bura ümumi bir dənə bal adını qoyaq. Ümumi bal. Bunu da 0 eləyək əvvəlcədən. Daha sonra hər dəfə balları mən burada yoxlayacağam. Yazdım ki, ümumi bal plus bərabərdir bal. Yəni hər dəfə balı bunun üzərinə əlavə elə. Daha sonra burada deyərəm ki, ümumi bal bölünsün. Neçə dənə tələbəmiz varsa buradan bilə bilərik balların sayını. Ona görə yazacağam bura LN, yazaq bura ballar belə formada. Və bunun sayəsində biləcəm ki, mənim ballarımın sayı nə qədərdir. Məncə burada başqa heç nə qalmadı. İndi test eləyək, yoxlayaq düzgün işləyirmi? Əgər işləməsə, yəni səhv yeri varsa təzədən baxarıq. Bunları silək. Yazaq indi Python 3 dərs 7 pay. Neçə şagirdi var soruşur. Yazaq 3 bayaqki kimi elə. Və birinci şagirdin balı. Deyək ki, 40 olsun. İkinci olsun 50. Üçüncü də olsun məsələn 70. Nə yazıldı? Nəticələr 40 kəsildi, düz işləyir. 50 keçdi, bu da düz işləyir. 70 keçdi və keçənlərin sayı 2-dir. Orta balı isə bizə 53.3 belə qalıqlı formada göstərdi. Yəni istəyiriksə ki, sadəcə int kimi göstərək. Onda bunun yanına 2 dənə bərabərdir qoyaram bunun yanına. Və o zaman bizə tam olaraq ədədi göstərəcək. Yəni neçə şagird var bu? 40, 50, eyni cavablar ya da 70 və axırda bizə 53-ü belə formada göstərir. Yəni tapşırığımızı tam olaraq yazdıq, nəticələri göstərdik. Burada bir dənə şey fikir verin ki, biz for looplardan istifadə elədik 2 dəfə. Birinci for loopumuz oldu ki, burada sayı bildiririk. Neçə dənə şagird varsa onun sayına uyğun range bildiririk və həmin rangedə də sayı qədər bu dövr eləyir və hər dəfə bizdən input soruşur və həmin soruşduğu qədər də biz yeni listin içərisinə ballara əlavə edirik. Yəni birinci bal, ikinci bal, üçüncü bal. Daha sonra həmin ballarla biz yenə for loop yaratdıq. Nə qədər balımız varsa içərisində onun sayı qədər hesablanır və bütün balları bir yerə toplayırıq burada ki, sonradan orta balı hesablamaq üçün. Və əgər balımız 50-dən böyükdürsə, o zaman balı göstər və denək ki, keçdi və həmçinin keçənlərin sayını da artırırıq burada. Əgər bal 50-dən kiçikdirsə, o zaman heç nə eləmə, sadəcə kəsildi sözünü yaz. Aşağıda da keçənlərin sayını belə formada yazırıq və orta balı da belə bildiririk. Yəni bugünkü dərsimiz bu qədər. Loopları öyrəndik. Ümid edirəm dərsi başa düşdünüz. Növbəti dərsimizdə artıq while looplara keçəcək. Həmçinin enumeration falan bu anlayışlara da baxacağıq. Əgər sualınız olarsa kommentlərdə mütləq bildirin. Növbəti videoda görüşərik. Sağ olun.